Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonası və Ağdamdakı eyni adlı sənaye parkları da artıq məşğulluq mərkəzlərinə çevrilib. Sənaye parklarında çalışan əməkdaşların əksəriyyəti həmin ərazilərə qayıdan keçmiş məcburi köçkünlərdir. Təkcə Ağdam Sənaye Parkında 970-ə yaxın daimi iş yeri yaradılıb. Gördüyünüz bu zavodda 70 nəfərə yaxın işçi çalışır ki, onlardan da 90-95%-i yerli sakinlərdir. Bununla da şirkətimiz yerli sosial rifahın inkişafında böyük bir dəstək vermiş olur. İşğaldan azad olunmuş torpaqların böyük bir hissəsinə indiyə qədər şirkətimiz öz istehsal elədiyi məhsullarla təcrid eləmişdir. 200 hektar ərazidə salınan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı Cəbrayılın Sultanlı kəndində yerləşir. Qeyd edək ki, sözü gedən Sənaye Parkı nəqliyyat kommunikasiya baxımından əlverişli yerdə salınıb. Sənaye Parkı Şərqi Zəngəzur avtomobil yolu ilə dəmir yolunun əhatəsində yerləşmişdir. Bu da logistika yük daşımalar üçün çox böyük əhəmiyyət kəsb edir. Sənaye Parkının 22 rezidenti var. 3 müəssisə artıq fəaliyyətə başlayıb. İşçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədi ilə Sənaye Parkında mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, ambar, camaşırxana, nəzarət buraxılış məntəqəsi istifadəyə verilib. Rezidentlərə dövlət dəstəyi vardır. Həm 10 il müddətinə vergi güzəştləri vardır müəyyən. 10 il müddətinə əlavə dəyər vergisindən azaddılar. Müəssisələr üçün idxal etdikləri avadanlıqlara gömrük rüsumlarının azad olunması, istifadə edəcəkləri kommunal xərclərə 20% dövlət subsidiyası, güzəştli kredit şərtləri və s. bu kimi dövlət dəstəyi də göstərilir. Horovlu kənd sakini Cabbar Məmmədəliyev də bu sənaye parkında işlə təmin olunan keçmiş məcburi köçkünlərdəndir. Sement yükləyici vəzifəsində işləyir. Mən Məmmədəliyev Cabbar Aftandiloğlu 1983-cü ildə Cəbrayıl rayonu Horovlu kəndində dünyaya göz açmışam. Çox şükürlər bu günə biz artıq qayıtmışıq, öz torpaqlarımızdayıq və mən hal-hazırda öz torpağımızda sement yükləyici vəzifəsində işləyirəm. İşimdən çox razıyam, çox məmnunam. Çox şükürlər ki, bu günə. Mən artıq öz kəndimizdə yaşayıram, Horovlu kəndində, ailəmlə birlikdə. Regionda gedən tikinti işlərində bizim sement və beton məhsullarına istifadə olunur. Elşən Muradlı isə eyni ərazidəki yanacaq doldurma məntəqəsində işlə təmin edilib. Cəbrayılda yaşayır. İşlədiyi şirkət onları xüsusi avtobusla təmin edib. Buna görə də işə gedib gəlməkdə çətinlik çəkmirlər. Yanacaq doldurma məntəqəsində işlə təmin olunmuşam. Məşğulluğa başvurdum burada və məni burada işlə təmin elədilər, sağ olsunlar. Artıq 8-9 aydır burada işləyirəm və işimdən də razıyam.